bu cür müdaxiləyə dırnaqarası ehtiyac var imiş həqiqətən də. Zəif komandalar təhməsində dediyi kimi özlərini yaxşı tərəfdən göstərir. Instagram hesabında çox yüksək izləyici topladı. Hətta bunu oyundan sonra jurnalist ona deyəndə özü də şoka düşmüşdü ki, birdən-birə nə oldu belə. Daha doğrusu favoritlər qismində görmürdüm öncədən də onları. Çünki Messinin yaşı o deyil idi. Bir dənə o qırmızı kart olan bütün imizlərin korladı. Ümumiyyətlə Azərbaycanda futbol izləyiciləri necə etiraf edir ki, əksəriyyəti Türkiyəyə görə Türkiyə, baxırlar, təbii yəni turnirlərə və Türkiyəni dəstəkləyirlər. Hakim qərarları belə deyək, bir çox oyunların ön planına keçdi. Sosial şəbəkələrdə bu qərarlara olduqca sərt reaksiyalar var idi. Niyə Messi həmin an meydandan qovulmadı? Messi məsəl üçün qırmızı kart alsa Argentina yoxdur. Statistika açıqlandı. Məsələn, İspaniya, İngiltərə 7-8 cərimədən bir kart alır, Argentina 22 cərimədən bir kart alır. Salam dəyərli Topal podkastının izləyiciləri. Möhtəşəm futbol turniri artıq sona yaxınlaşır. Bugünkü buraxılışımızda biz ümumi dünya çempionatının mənzərəsindən, turnirin nə qədər maraqlı keçdiyindən, eyni zamanda yarımfinal oyunlarından və finalda gözlədiyimiz oyundan danışacağıq. Bu gün podkastda həmişə olduğu kimi tək deyiləm. Həsən və Təhməz mənimlə birlikdədir. Hər ikiniz xoş gəlmisiniz, xoş gördük sizi bir daha. Xoş gördük. Və onu da qeyd etmək istəyirəm ki, keçən verilişimizdə biz Azərbaycan klublarının Avrokuboklarda oyun tərzindən, oyunlarından, nəticələrdən danışmışdıq və bununla bağlı çox gözəl şərhlər yazmısınız. Hər birinizə təşəkkür edirik və bütün şərhlərinizi bir-bir oxuyuruq. Bizi dəyərləndirdiyiniz üçün, bizi izlədiyiniz üçün sizə əvvəlcədən minnətdarlığımı bildirirəm. Həsən, Təhməz, istəyirəm ki, biz əvvəlcə ümumi dünya çempionatından danışaq ki, bu turnir necə keçdi, sizin üçün maraqlı oldumu, izləyicilər üçün nə qədər maraqlı bir turnir oldu. Düzdür, çox danışıldı, əlavə qərarlar da, biraz FIFA müdaxiləsi də. İstəyirəm biraz bu məsələlərdən danışaq, sonra yavaş-yavaş yarımfinal oyunlarını dəyərləndirək və sonda da dünya çempionatının finalı haqqında biraz proqnoz verək, görək bizi nə gözləyir, necə bir oyun gözləyir və nəticə nə ola bilər. Buyur Təhməz, istəyirsən birinci başla. Murad, bildiyimiz kimi bu il dünya çempionatında milli komandaların sayı artırıldı, bu ilk dəfə idi. Bir çoxlarımıza yəni bu sual işarəsi idi ki, bu dünya çempionatı necə keçəcək? Yəni çünki gözlənilenden bir qədər zəif, nisbətən zəif millilər burada iştirak eləyirdi. Ona görə də bir qədər tərəddüdlər var idi. Bu dünya çempionatının belə deyək də olan marağı öldürəcəyi barəsində iddialar çox idi. Lakin biz gördük ki, elə deyil. Həqiqətən də yəni sürpriz komandalar oldu. O maraqlı sürpriz komandalar arasında məsələn Copa Verdini deyə bilərik. Bəli. Yəni gördük ki, həqiqətən də bu cür müdaxiləyə dırnaqarası ehtiyac var imiş həqiqətən də. Düzdür, yekunda nəticə olaraq yarım final öncədən də proqnozlaşdırılan milli komandalar gəldilər, çıxdılar. Amma bir qədər məsəl üçün o sürpriz komandanın da ortaya çıxması, dünya çempionatına rəng qatması digər zəif, nisbətən zəif millilərə daha da həvəs, motivasiya verəcək ki, növbəti turnirlərdə iştirak etmək üçün yəni dərdən qabıqdan çıxsınlar. Həsən, sən nə deyə bilərsən bu barədə? Yəni mən də gözlədiyimdən daha yaxşı alındı. Mən gözləyirdim ki, 48 komandadan ibarət turnirdə daha maraqsız oyunlar, belə deyək də, zəif templə gedən oyunlar izləyəcəyik. Amma zəif komandalar təhməsində dediyi kimi özlərini yaxşı tərəfdən göstərdi. Zəif olmadıqlarını göstərdilər. Zəif olmadıqlarını göstərdi. Düzdür, FIFA prezidenti bildirdi ki, növbəti turnirdə 64 fikirləşir və məqsəd budur ki, hər ölkə motivasiya ilə gəlsin və belə deyək də futbola maraq inkişaf elətdirsin. 64 bilmirəm necə olar, amma 48-i uğurlu hesab eləmək olar. Sadəcə bu turnirdə mənim ən çox xoşuma gələn belə deyək də öz ənənələrini də turnirə gətirən komandalar oldu. Onlardan mən də Norveçi deyərdim. Onu soruşmaq istəyirdim mən, buyur. Çox yaxşı, yəni öz ənənələri, öz adətləri və eyni zamanda öz oyun üslubları. Məncə turnirin bəzəyi deyəcəyimiz komanda Norveç oldu. Amma sən də bax, onu da soruşmaq istəyirdim ki, xüsusi belə fərqləndirdiyin bir komanda oldu-mu ki, göz oxşayan sənin üçün, sənə zövq verən, təbii ki, azarkeş olduğun komandadan başqa da? Azarkeş olduğum komanda məlum idi. Əvvəlcədən də açıqlamış demişdim, İspaniya idi, amma mənim üçün gözlənilməz yenə deyirəm. Norveç təbii ki, razıyam mən, amma mənim üçün mübarizəsinə görə bir qədər, yəni daha doğrusu favoritlər qismində görmürdüm öncədən də onları. Çünki Messinin yaşı o deyil idi və gəncləşən heyətində komanda idi, amma buna baxmayaraq Argentina bir qədər özünü belə deyək də tamam fərqli göstərdi. Elə belə də ötən günlərdəki oyunlar, yarım final
görüşləri bir daha onu təsdiq edir ki, Argentina həqiqətən də yenə də bundan əvvəlki mundialda olduğu kimi iddiasını ortaya qoydu. Hə, fərqləndirdiyimiz komandalar çox idi. Məsələn, Misirin özünü götürək elə. Misirin mən yəni 8-də 1-ə qədər gələcəyini. Mərakeş, bəli. Hə, yəni indi Mərakeş biraz keçən çempionatda yarı final oynamışdı. Biraz heyətdə də şey vardı, amma Misirin bura qədər gələcəyi və Argentina ilə apardığı mübarizəni də izlədik. Yəni doğrudan da başa-baş mübarizə apardılar demək olar. Eyni zamanda Cabo Verde ki, bu gün finalda olan İspaniya, bu gün dediyim Dırnaqçıda bu gün, yəni finala gəlib çıxmış İspaniya ilk oyunda Cabo Verde ilə yazıca gəlsə keçə eləmişdi və həmçinin Cabo Verde'nin qapıçısı 40 yaşlı Vozinha ulduzlaşdı, hamı tanıdı ki, belə bir qapıçı var. Yeganə qol vura bilmədiyi İspaniyanın Cabo Verde. Bəli, Cabo Verde oldu və eyni zamanda Cabo Verde'nin qapıçısı rekord da qırdı, yəni uzaq məsafəyə əllə atılan top rekordunu da qırdı. Biraz onlar da maraq qatdılar. Turnirə Instagram hesabında rekord qırmışdı. Hə, Instagram hesabında çox yüksək izləyici topladı. Hətta bunu oyundan sonra jurnalist ona deyəndə özü də şoka düşmüşdü ki, birdən-birə nə oldu belə. Hə, yəni bu dünya çempionatı, ümumiyyətlə bütün dünya çempionatları, indiyə kimi keçirilən dünya çempionatları da, bu yaxın tarixlər onlar da həmişə fikir vermisinizsə, sürpriz oyunçular, sürpriz adlar çıxır ortaya, sürpriz komandalar çıxır ortaya. Biraz bu tərəfdən də maraq olur. Hə, bu dünya çempionatı o cəhətdən. Məsələn, Konqonun özünü də fərqləndirmək olar ki, düzdür, Konqoda yaxşı oyunçular var idi, istəyir Bakambu olsun, istəyir Visa olsun, ya Tuanzebe olsun, yəni bunlar tanınmış oyunçulardır da müəyyən qədər. Yəni düzdür, heyətində də yaxşı tanınmış oyunçular var idi, amma hamıya biraz maraq qatdılar çempionatda. Təəssüflər olsun ki, onu da qeyd edir ki, Türkiyə bizi necə deyək, belə qəlbimiz qırıldı biraz Türkiyə cəhətdən. Gözləntilərimizi doğrultmadı, heyət cəhətdən də. Amma gənc heyət olduğuna görə ümid eləyək ki, inşallah növbəti mundialda. Ümid eləyək, bəli. Bu təcrübə olsun onlar üçün təki. Hə, yəni Türkiyə biraz, yəni çünki biz Azərbaycan olaraq ümumiyyətlə Azərbaycanda futbol izləyiciləri indi gəlin etiraf eləyək ki, əksəriyyəti Türkiyəyə görə baxırlar, yəni turnirlərə və Türkiyəni dəstəkləyirlər. Təəssüflər olsun ki, belə alındı. Amerika Birləşmiş Ştatlarının da komandası məncə kifayət qədər ötən çempionatlara baxanda kifayət qədər yaxşı çıxış elədilər. Təhlükəli rəqib kimi görünür. İmicləri var idi. Bir dənə o qırmızı kart olan bütün imiclərini korladı. Hə, elə tam o məsələyə gəlməsi idi. Məsələn, sən bu gün ancaq mənə qabaqlayırsan sizlərlə. Biraz ondan da danışaq da, yəni elə başda danışmışkən ki, yəni biraz bu çempionatda amma digər futboldan kənar məsələlər də çox danışıldı. Yəni mən başa düşürəm, yəni bundan qabaqçı çempionatlarda danışıldı, amma bu qədər danışılmırdı. Məsələn, mən görməmişdim indiyə kimi. Bəlkə də nə vaxtsa olub, yenə deyirəm, mən yəni bütün dünyadakı bütün oyunları izləmədiyim üçün hakim qərarları belə deyək, oyun bir çox oyunların ön planına keçdi. Hə, bəli, tam olaraq onu demək istirdim. Həm də eyni zamanda məsələn mən görməmişdim ki, məsələn Balogana qırmızı vərəqə verildi. Bu sonrakı oyuna aid edildi. Yəni belə bir qərar verilib, sonra bu qərarın belə bir formada olub. Təbii ki, bəlkə də nə vaxtsa olub. Yəqin ki, bu belə bir prosedur var ki, bu tətbiq olundu. Amma belə hamıda da həm belə ajotaj doğurdu yəni. Maraqlı məqam sənədir Murad. Biri var məsələn də bu hakim və yaxud da FIFA, aidiyyatı qurum, təşkilat bu barədə hər hansı bir qərar verir. Bir də var ki, sosial şəbəkələrdə bu qərarlara olduqca sərt reaksiyalar var idi. Olduqca sərt reaksiyalar. Məsəl üçün hakim məsələn elə epizod var, tutaq Argentinanın oyununda var idi. Oyunu davam elətdirdiyi epizod var idi. Biz gördük ki, günlərlə məsələn Messi epizodu var idi ki, qırmızı kart verilməli idi, Messiyə deyilirdi. Bu günlərlə müzakirə, hətta bu günə kimi də ya Messi həmin an meydandan qovulmadı, amma onu deyən adamlar məsəl üçün də sonradan biz gördük belə şüura qərq oldular, nə məsələ idi. Məsələn, eyni epizoda görə digər oyunçulara da qırmızı kart verilməli idi. Onun Messi faktoru var da. Messi məsəl üçün qırmızı kart alsa Argentina yoxdur. Digər oyunçular o dərəcədə təsir eləmir. Yəni orada əsas məsələ yəni Messinin qorunmağıdır. Çünki Argentina oyunlarında hakim qərarları bərabər şərtlərdə, yəni mən də elə düşünürəm, bərabər şərtlərdə olmur. Çünki statistika açıqlandı. Məsələn, İspaniya, İngiltərə 7-8 cərimədən bir kart alır, Argentina 22 cərimədən bir kart alır. Amma mən son yarımfinal görüşünə elə gəlmə. Yox, niyə başqa? O da Messi oynayır da. Qardaş. Yarımfinalda olmadı. Olmadı, niyə olmadı? Demək ki, yəni bu istisnaymış. Bir də Enzonun epizodu var idi, yumruqla başından vurdu oyuncunun arxadan. Əslində o da qırmızı kartdır, çünki başa zərbə qırmızı kartdır, amma vermədi. Yarımfinalda bir dənə o epizoddur. Hakim oyunun belədir. Birincisi sən iş 50%, yəni oynanın yarısına qədər, iş sənin yarısına qədər artıq Argentina millisinin 2 mərkəz müdafiəsinə sarı kart vermişdi. Yəni bu təhlükəli deyildi. Yəni özləri yıxıb verib. Yox, yəni elə epizod var ki, orada sarı kart verməyə də bilərdi. Yarımfinal olduğunu nəzərə alıb, böyük bir oyun nəzərə alıb, məsələn onu davam elətdirə bilərdi. Bu yarımfinal oyunu şəffaf idi, amma yarımfinaldan əvvəl, yəni hətta belə bir petisiya
açıqlandı ki, Argentina dünya çempionatından kənarlaşsın. Yəni 3 milyonmu, 5 milyonmu? Məncə son oyun, yəni yarımfinal görüşündə Argentina İngiltərə oyunundan sonra o petisiya, o Messi ilə bağlı hakim qərarları, Amma o etirazlar ki var idi. Bunların hamısına artıq son qoyulmalıdır. Argentinanın bütün çempionluqları mübahisəlidir. Yəni 3 çempionluq var, 3 də mübahisəlidir Conte dövründə. Hətta deyirlər ki, Argentinanın həmin vaxt rəhbəri hakimlərin otağına girib, sonra 86 əllə qol, 2022 ayrı bir mübahisə. İndi bu ildə olsa təzədən yenə mübahisəli. Yəni məncə 1934 İtaliyanı çıxsaq, Mussolini dövrünü çıxsaq, futbol tarixində çempionluqları mübahisəli olan ikinci bir ölkə yoxdur bu qədər. Amma onlar yenə deyirəm, indiyə kimi yarımfinala kimi əgər hər hansı bir mübahisəli məqamlar var idisə, İngiltərə ilə oyunda belə dünya çempionatının əsas favoritlərindən biri idi. Fransa, İngiltərə əsas favoritlər hesab olunur da, yəqin mənə razılaşarsınız. Amma İngiltərə ilə oyunda Argentinanın ortaya qoyduğu taktiki savaş həqiqətən də o qələbəni haqq elədiklərini göstərir. Yarımfinalda artıq bu comeback, son belə deyək də 8-də 1 və yarımfinal və 4-də 1-lərdə comebacklər, yəni mənə elə gəlir ki, belə bir şey də olmamışdı dünya futbolunda. Biraz Real Madrid stili oynadı Argentina bu çempionatda. Real Madriddə var o son dəqiqələrə kimi saxlamaq. Olan belə deyək, İngiltərənin oyun sistemini daha çox belə deyək, son yarımfinal görüşünü Barcelonanın oyun sisteminə daha çox bəzədim. Belə deyək, yaxın məsafədən qısa paslar, bir ötürmələrə daha çox üstünlük verirlər və pressing çox yüksək səviyyədə idi. O əslində səhv idi yarımfinalı uduzmaq. Yəni bir anda ancaq meydana. İndi biraz mövzuda irəlilədik, eybi yox, elə danışaq. Kimsə yazmışdı ki, John Terry'ni də buraxacaq birazdan. Yəni bu dərəcədə olmağın can müdafiəçi. Mən belə deyim də, yəni 72-ci dəqiqəyə qədər 1-0 qalib gəlirdi və 70-ci dəqiqədə ilk dəyişiklik elədi Thomas Tuchel və dəyişiklik bundan ibarət idi. Meydandan çıxan oyunçu Anthony Gordon idi. Onun əvəzinə meydana daxil olan oyunçu isə Enzili Konsa idi və müdafiəçi yəni. Bu ümumiyyətlə bu əvəz etməni birinizdən başa düşmədim. Çünki Gordon, yəni deyək ki, hesabda irəlidə sən müdafiə çəkiləcəksən, əks-hücum taktikası seçirsən. Topu irəli kim aparacaq? Özə Gordon top saxlayan oyunçudur. Yəni sürətli əks-hücum eləyə bilən oyunçudur. Yəni sən bu sürətli əks-hücum eləyən bir oyunçunu meydandan çıxarıb müdafiəçi salmaqla əks-hücumu necə keçə bilərsən? Ay sağ ol. Daha sonra üzr istəyirəm, təməz axıra kimi bunu deyim. 82-ci dəqiqədə daha sonra dəyişiklik olur yenə. O da nəyə görə elədi o dəyişikliyi Thomas Tuchel? Çünki Argentinanın baş məşqçisi artıq gördü ki, rəqibin müdafiəsini yara bilmirlər, biraz çətinlik çəkirlər və yavaş-yavaş Lautaro Martinezi buraxdı oyuna. Daha sonra sarı vərəqə məsələsinə görə Otamendi-ni buraxdı Lisandro Martinezin yerinə oyuna və orada De Paulu buraxdı oyuna. Montieri buraxdı oyuna. Biraz oyunu sürətləndirmək və ortaya hava paslarını artırmaq üçün elədi təbii ki bunu. Və oyunda siz də izləmisiniz, məncə mənlə razılaşarsınız ki, oyunda epizodlara baxanda, yəni bir epizodda Pickford xilas elədi, 2 epizodda Pickford xilas elədi, bir dəfə qapı dirəyinə dəydi, top qayıtdı, bir dəfə qapının çox yaxın məsafəsindən keçdi. Yəni hiss olunurdu ki, Argentina artıq bu qolu vuracaq. Və həmin məqamda, həmin dəyişikliklərdən sonra Thomas Tuchelin bu dəyişikliklərə verdiyi reaksiya, yenə Reece James'i çıxartdı, Dan Burn saldı oyuna onun əvəzinə. Daha sonra da Declan Rice kimi bir oyunçunu çıxartdı. Yəni Declan Rice Arsenalda necə bir mövsüm keçirib hamı gördü. Komanda onurğası idi. Bəli, mərkəzdə yəni hər şeyi idarə edən, pressing eləyə bilən, həm adam markaj eləyə bilən, yəni hər şeyə çalışırdı. Bir dənə məncə Dan Burn düzgün idi. Çünki hədsiz çox asma eləyirlər. Onda niyə səhv olacağını, nə səhv olduğunu deyəcəm məsələn. Və orada Nico Aurelien saldı meydana. O da bildiyimiz kimi Aureli, yəni düzdür, Aureli hücumda da yarım müdafiədə oynaya bilər, amma Manchester City-də yəni sol cinah müdafiəçisi kimi oynayır. Komandanı ancaq müdafiəçidən ibarət elədi və Kane ilə Bellinghamin ümidinə qaldı komanda demək olar ki, yəni başqa bir elə bir oyunçu yoxdur ki, komandanı hücuma çıxara bilsin. Və burada mən nəyə görə deyirəm? Dan Burn-u başa düşdüm, yəni mərkəzdə hava topları üçün salmısan. Amma Reece James cinahda oynayır və ona əvəzinə mərkəz müdafiəçisi alırsansa, avtomatik mərkəzdə oynayan Konsa keçməlidir cinaha. Və bu da deməkdir ki, sən artıq cinahdan çox mərkəzi fikirləşirsən. Cinahların, yəni və gördüyümüz kimi də hər iki qol da cinahdan gəldi. Messi ötürmə verdi, Enzo Fernandez zərbə vurdu və ikinci ötürmədə hava pası. Əslində oyun başlayanda oyuna daha yaxşı İngiltərə başlamışdı. Oyunun iş dəqiqələrindən, yəni belə deyək də 60-cı dəqiqəyə kimi, yəni qoldan sonraya kimi də belə adam düşünürdü ki, yəni
İngiltərə yəni bu oyun sisteminə sadiq qalsa, bu taktiki gedişə sadiq qalsa, yəni Argentina növbəti qol da vuracaq, cəzalandıracaq. Son dəqiqələrdə olsa belə. Amma 60-cı dəqiqədən sonra sanki İngiltərənin belə deyək də o Tuchelin elədiyi əvəzləmələr İngiltərə millisinin oyunda bir xaos yaratdı. Və komanda yəni nə edirsiniz eləyin, bir dənə mərkəzdən topu uzaqlaşdırın. Belə bir komanda cərimə meydançasının həndəvərində və daha çox da fikir verdinizsə, cərimə meydançası xəttinin içində toplaşmışdılar. 10 nəfər hamısı oradaydı. Hamısı orada, qapıçısı da daxil olma 11 nəfər, hamısı orada elə sanki Argentinanın hücumlarını dəf eləməyi gözləyirlər. Təməz nəzərə almaq lazım ki, Kane ilə Bellingham nə qədər güclü futbolçular da olsa, o 80 metr, 90 metr məsafəni topu götürüb irəli daşıyacaq oyunçu deyillər də. Yəni bunu qəbul eləmək lazım. Çünki bunlar o futbolçu deyillər. Argentina üçün xaos, taktiki alətdir. Yəni Argentina bu cür xaosları Argentina heyətində bəli, onu istiqamətləndirəcək, yəni idarə eləyə biləcək çox yaxşı ağıllı oyunçular var. Onlardan da biri elə 39 yaşı olmasına baxmayaraq dünən Messi 2 assistlə, yəni gəl və belə deyək də heç kim gözləmədiyi bir anda. Birinci assist məncə assist sayılmamalıdır. Adam 30 metrdən qapıya vurdu. Yox, məncə sayılmalıdır. Oradan o oyunçunu, yəni o zərbəyə çıxarmaq belə. Əgər qapısından elədiyi asma ötürmə hər hansı bir assist sayılırsa, Messinin cərimə meydançasının sağ cinahından hər hansı bir ötürməsini oyunçunun orada çünki bilirsən belə bir məsələ var da, Messi meydandadsa avtomatik 2 oyunçu Messini markaj eləməklə məşğul olur. Və Təhməz deyən kimi də Messinin ən çox sevdiyi. Yəni bu qədər izləmişik də Messinin oyunlarını dəfələrlə Barselonada, həm güclü rəqibə qarşı da, həm zəif rəqibə qarşı. Mən gördüyüm bir şey var ki, Messinin ən sevdiyi rəqib, yəni normalda məşqçilərin sevmədiyi rəqib hansı komandadır? Qapının ağzında oyunçuları toplayıb, hər nə olsun müdafiə olub, xalq qopartmağa çalışan. Amma Messinin mən deyərdim ki, ən sevdiyi rəqib məhz o rəqiblərdir ki, qapının ağzına yığırsınlar, Messi orada nəsə eləyəcək. Yəni driblinqdən gol vurmasa da bəli. Gol vurmasa belə assist eləyəcək. Bunu məncə Thomas Tuchel bilirdi. Yəni bu bilməlidir ən azından. Yəni bu illərdir məşqçilər və Messiyə qarşı oynanan. Tuchel tarixi boyu, bütün karyerası boyu qorxaqlığı ilə bilinib. Və elə onu demək istəyirəm ki, o səhv məsələn Bavariya Real Madrid yarı finalında biraz mövzudan kənara çıxsaq da 2024-cü ildə eyni şey. Birinci oyun 2-2 hesabı ilə başa çatmışdı. İkinci oyunda Real Madridin meydanda Alfonso Davies gol vurdu. 1-0 hesabda irəlidədilər. Komandanı yenə oturtdu geriyə və Jose'nin Real karyerası həmin o 2 goldan ibarətdir. Və onu da yəni doğrudan da Tuchel şərait yaratdı ki, məhz o qolu gəlib vursun. Mən sizdən tamamilə razıyam ki, bu oyunu Tuchel uduzdu. İngiltərə millisi uduzmadı. Amma ümid edirəm ki, FIFA Argentinaya kömək eləyir deyənlər bu oyundan sonra Tuchel Argentina aldı deməyəcəklər. Bax o məsələdə də bir məqam var. Buyur, sən də sonra. Yox, belə bir şey var da. Yəni FIFA Argentinaya yarımfinala kimi kömək eləmişdi. Bu reallıq necə reallıq? Adicə İsveçrə qol vuran kimi meydanın mərkəzinə simulyasiyadan qırmızı kart. Məsələn, bu verilməyə bilərdi o sarı kart, ikinci sarı kart İsveçrənin oyununda. Yox, məsələn, o məsələdə bir məqam var da. Gəl biraz qarışdırmayaq. Bu dünya çempionatından əvvəl elan olunmuşdu ki, bax məsələn, yeni qərar biz nə gördük? Oyunçular əlini ağzına tutub danışanda, əgər rəqib oyunçu gedib hakimə şikayət edirsə, birbaşa qırmızı kart alacaq. Məsələn, Paragvayın oyunçusu mən əminəm ki, bunu bilmirdi. Ona görə də Türkiyədə Mert Müldürə yaxınlaşıb ağzını bağlayaraq danışanda Mert Müldür bu fürsətdən istifadə edib o qırmızı kartı aldırdı. Eyni zamanda məsələn, küncdən zərbələrə baxılacaqdı var da. Yəni necə deyirlər o bilinməz epizodlarda da, yəni belə nə qərar veriləcəyini bilməyəndə artıq var müdaxilə eləyəcəkdir. Və bu çempionatda var ikinci sarı vərəqələrə də müdaxilə eləmə ixtiyarı var idi. Yox, olsun. Məncə Embolo sadəcə olaraq düşünmədi ki, həmin çünki meydandan kənarda, yəni nə penalti qazanmırdı həmin epizodda, nə rəqibin hücumun qarşısını kəsmirdi. Sadəcə outun yanında, yəni yan xəttdə bir qəribə bir simulyasiya elədi. Məncə fikirləşmədi ki, hakim buna görə vara gedər və simulyasiya elədi ki, orada həmin o qarşılıqda cərimə zərbəsini alsın, rəqibə sarı kart aldırsın, fürsətdir. Çünki futbolçular bunu eləyir, buna öyrəşiblər artıq. Yəni futbolçuların belə deyək də, yəni dırnaqçıda orqanizması artıq buna öyrəşib. Amma düşünmədi ki, orada hakim vara gedər. Yeni hakim qərarlarını bilməyən oyunçular var. Olsun da dünya çempionatında iştirak edirlər. İnanın ki, hələ də yəni yeni qərarları, FIFA-nın yeni qaydalarını bəli bilməyən oyunçular yetəri qədər çoxdur. Orada da həsən belə bir məsələ var ki, yəni sənin dediyinlə ona görə razı deyiləm ki, yəni hakim vara gedib həmin epizodda oyunçunun simulyasiyasını görübsə, o heç vardan gəlib kart verməlidir. Hə, yəni bu mümkün deyil ki, vardan gəlsin desin ki, bu simulyasiya eləmişdi. Paradesdən sarı vərəq götürürəm. Buradan cərimə başlayın, amma Emboloya sarı kart vermirəm. Yəni burada Embolo daha çox diqqətli olmalı idi mənim fikrimcə. O birinci növbədə oyunçunun səhvidir təbii ki. Amma əsas məsələ nədir? Argentinanın problemi nədir? Argentinanın oyunlarında yarımfinala kimi olan oyunlardan söhbət gedir. Rəqiblə Argentina bərabər şərtlərdə oynamırdılar. Cərimə zərbələri,
müdaxilələrdə. Çünki Misirlə oyunda adicə Salahı yəni az qala təpiləyirdilər, cərimə olmurdu. Messiyə toxunan kimi cərimə olmurdu. Misir komanda olaraq məsəl üçün buna etiraz edirdi. Çünki başa düşüləndir, Messi ulduzdur, ona daha çox diqqət edir. Amma məsəl üçün Salah da ulduzdur, Messi qədər olmasa da. Amma adamı yəni nə günə qoydular orada Argentinalılar. Bir dənə o qaldı ki, deyəsiz ki, yəni falan illərdəki dünyada baş verən soyqırımların səbəbkarı da Messidir də. Yəni Messi, bu qədər yəni Messi məncə öz karyerasına, çünki mən həqiqətən elə düşünürəm ki, tarixin ən yaxşı futbolçusudur. Bu dünya çempionatı ilə müəyyən qədər kölgə saldı məncə öz karyerasına. Messi kölgə saldı. Çünki buna Messi getməməli idi. Cabo Verde ilə oyunda, Misirlə oyunda, ilk oyunda qırmızı kart, yəni qırmızı kart verilmədi. Başqa oyunçuya verilmədi, okey. Amma başqa oyunçular Messi gücündə deyil. Messi'nin Argentinadan çıxar, Argentina Vyetnamdır, Venezueladır. Mən səndən fərqli olaraq düşünürəm ki, Messi bu dünya çempionatında əksinə dünyanın indiyə kimi əgər bu dünya çempionatına kimi Messi, Ronaldo arasında seçim arasında qalmışdılarsa, mən elə gəlir ki, bu dünya çempionatından sonra Messiyə belə deyək də Messi'nin dünyanın ən yaxşısı olduğunu təsdiqləyənlərin sayı indi daha çox artdı. Seçim 2021-də falan bitmişdi məncə. Ronaldo Uniteddən gedəndən. Amma yox hacan, niyə bu çempionatda yenə də yəni birinin 39 yaşı var, birinin 42 yaşı var. Amma oyunlar o deyil. Hələ də Messi-lə Ronaldo danışıldı. Danışıldı, amma reallıq məsələsi var. Hansı daha yaxşı oyunçudur? Mən əslində biraz da ona qarşıyam. Yəni nə mən də qarşıyam. Dünya çempionatı futbol izləyirik və bu adamlar 20 ildən artıq bir müddətdə yəni bir-birlərinə belə bir mübarizə aparıblar. Yəni möhtəşəm bir mübarizə olub. İstər Ballon d'Or mübarizəsi olsun, istər Çempionlar Liqası uğrunda, istər liqa uğrunda, istər fərdi statistikalar uğrunda möhtəşəm və hətta bunu məncə futbolu izləyən hər kəs qəbul eləyər ki, Messi ilə Ronaldo rəqabəti onları bu səviyyəyə qaldırdı. Yəni əgər ikisindən biri olmasaydı futbol tarixində, təbii ki Messi yenə də dünyanın ən yaxşı oyunçusu olacaqdı. Ronaldo yenə də tək başına olsa dünyanın ən yaxşı oyunçusu olacaqdı. Amma bu səviyyədə yox. Bu səviyyədə yox. Yəni bu rəqabət onları daha da gücləndirdi. Yəni düzdür, açıqlamada bildirirlər ki, hə biz bir-birimizin oyunu izləmirik, biz sadəcə yəni futbol mübarizəsi aparırıq. Bu başa düşüləndir. Təbii ki, çıxıb bunu deməyəcəklər. Amma doğrudan da onların o İspaniya La Liqası bir ara yadınıza gəlir də, yəni El Clasico olanda statistika açıqlanırdı ki, yəni dünyada həyat dayanırdı az qala El Clasico-da, amma indi məsəl üçün bu qədər o qədər maraq yoxdur həmin El Clasico-ya. İndi mövzudan kənara çıxmayaq. İndi məncə Argentina, İngiltərə yarı finalından bu qədər danışmaq bəsdir. Çünki çox istəmirəm hər şeyin xırdalığına gedək. Biz Fransadan danışaq. Hə, onu deyəcəydim ki, yəni çox istəmirəm. Yəni yenə də Messi dünyanın ən yaxşı oyunçusudur. Amma bu reallıq da var ki, istəyirəm bu son olaraq bunu deyim ki, yəni məncə qəbul edirsiniz ki, Cənubi Amerika ölkələri ümumiyyətlə sərt futbol oynayan ölkələrdir. Yəni bunu dünyada bütün hakimlər Paragvay göstərdi əsasında. Yox, Cənubi Amerika ölkələrindən biz niyə Braziliyanı deyə bilərik ki, onların futbolu çox estetikdir. Yox, yəni onlar sərt oyuna çox elə üstünlük vermirlər. Yox, amma oyunçularına baxsan, məsələn, istər oynadıqları liqalarda, istər şeydə oyunçular belə sərt müdaxilələri, sürüşmə fəndlərini sevirlər bu şeyləri. Məsələn, Braziliya çempionu mən üzr istəyirəm. River Plate ilə Boca Juniors dünya derbilərindən biri idi də, azarkeş maraqlıca. Məsələn, o derbiyə baxın, yəni meydanda hakim artıq o həddə çatanda qırmızı kart verir ki, yəni oyunçunun ayağı qırılsın, da az qalay. Çünki öyrəşiblər ki, bunlar bu qədər sərt məsələn, Argentinanın özü mən deyərdim ki, yəni Argentina Copa Amerikada daha çox əziyyət çəkir. Nəinki şeydə, dünya çempionatında. Mən bir dənə epizodu göstərmək istəyirəm. Hə, göstər. Bu epizoda bizdə ekranda da gedəcək. O sərt oyunlara qarşı hakimlərin Argentinaya qarşı güzəştə getməsi epizodudur. Mən elə gəlir ki, bu epizodu görmüsüz, yəqin bilirsiniz kim. Hə, bu şey İspaniya finalda İspaniya Fransa oyunudur. Olise. Hə, bu kadrda yəni bu hakim vara getmədən buna açıq-aydın qırmızı kart verə bilər. Amma burada Fransanın oyunçusuna da qırmızı kart göstərilmədi, amma bu demək deyil ki, elə tam olaraq əslində təhməz məsələn biraz o tərəfdə. O demək deyil ki, yəni onlar güzəşt edildi. O Fransaya hakimlər kömək etdilər ki, finala getsin, dünya çempionluğunu qazansın. Orada da güzəşt. Niyə? Çünki yox, nə mənada güzəşt? Bu sırf Fransaya güzəşt eləyək mənasında yox. Tək oyunu öldürməmək üçün məncə. Bəli. Tək Argentinaya edildi deyiminə qarşı. Yox, tək Argentinaya. Bu variantı göstərdi ki, yəni müxtəlif oyunlarda üzvlərin qarşılaşmasında bu cür epizodlar olub. Bir cavab verim. Belə bir şey var, reallıq var. Yəni belə deyək də bazar araşdırmaları bunu göstərib ki, dünya çempionatında yeni termin yaranıb, Messi effekti. Bu nədir? Yəni FIFA-nın sırf Messi üzərindən nə qədər gəlir qazandığı. Yəni əvvəlkinə nisbətən, dünya çempionatlarına nisbətən Messinin adına görə insanların baxması, bazar dəyəri, marka dəyəri.
Yəni Olise çox yaxşı futbolçudur, amma Messi deyil. Olise olmasa belə Fransa izlənəcək, amma Messi olmasa Argentina oyuna kim baxmaz. Amma mən o bazar dəyəri məsələsində mənim fikrimcə, mənim üçün dünyanın futbol tarixinin ən yaxşı oyunçusu Messidir. Okay. Amma mənim fikrimcə, yəni mən də o reallığı qəbul edirəm ki, Ronaldo qədər Messinin reklamı nə güclüdür, nə də ki, yəni bütün şirkətlər, dünya brendləri hamısı amma Ronaldo ikisinin arasında seçim qalsa Ronaldo seçə bilər. İndi mənim deyimim də ondan ibarətdir ki, yəni bu əgər belə deyək də seçim arasında qalsa FIFA ilə Ronaldonu seçərdi də. Amma biz görürük ki, bu gün Ronaldonun oynadığı milli komanda heç gəlib çıxmadı bura. Sevmir. Bu bir faktdır dünyada. Onunla bağlı elə bir məlumatım yoxdur, faktım yoxdur. Mütəmadi həmişə o zarafat gedir ki, sən Coca-Cola niyə oradan çəkdin? FIFA nəsə Ronaldonu sevmir, amma Messinin sevgisi də sonradan başladı FIFA'nın. Əvvəl heç birini sevmir. Səndə maraqlı faktlar var. Mən elə deyək ki, onlar yavaş-yavaş istənir. Yoldaşlar, gəlin yaxşı bu Messi məsələsini. Fransadan danışaq. Messi məsələsi olmasın. Sensasiya idi. Elə onu demək istəyirdim ki, İngiltərədə çox Fransa sensasiya. Düzdür. Bu İngiltərə Argentina oyunu necə deyirlər? Yəni məsələn bir film ssenarisi yazsaydın, bəlkə də belə yazardın. Yəni bir film kimi oldu oyun. Orada da çox maraqlı oyun oldu. Nə qədər burada tənqid eləsə də İngiltərədə həqiqətən yəni meydanda döyüş gedir. Bacardığını elədi İngiltərədə. Yəni İngiltərədə bu qədər belə yıxıb sürmək lazım deyil fikrimcə. Gəlin biraz da Fransa-İspaniya oyunundan danışaq. Çünki bu oyunda da gözlənti çox idi. İspaniyanın gənc heyəti var. İspaniyada ulduz deyə biləcəyimiz Yamal var, Rodri var. Və burada bir nüans var. Məsələn, biz bu türklərdən daha çox eşitmişik bu termini ki, deyirsən atanınla tutanın yaxşı olacaq. Yəni qapıçınla hücumçunun yaxşı olsa, komanda yaxşı olacaq. Amma İspaniya sanki bu fikri tamamilə alt-üst elədi. Niyə deyirəm bunu? Qapıçı Unai Simon Atletik Bilbao'da oynayır. Atletik Bilbao İspaniya liqasını 12-ci yerdə falan bitirdi, səhv eləmirəmsə. Və hücumçu Oyarzabal bilirsiniz ki, Sociedad'da oynayır. Yəni Sociedad da İspaniya La Liqasında yəni o qədər də belə yüksək yerlərdə çıxış edən, çempionluqlar qazanan komanda deyil. Təbii ki, tarixi komandadır, köklü komandadır, amma üst səviyyə komandası deyil. Və bu hücumçu ilə, bu qapıçı ilə və bu komanda heyəti ilə ki, müdafiəsinə baxsaq, Laporte Ərəbistan çempionatında oynayırdı. İndi heç açığı bilmirəm hardadır. Deyəsən yenə ordadır. Yəni Kubarsi olsun, Barcelona'da, yəni gənc oyunçudur da belə deyək. Yəni o qədər özünü sübut eləmiş oyunçu deyil. Cinahlarda Pedro Porro olsun, Cucurella olsun, Chelsea ilə Tottenham'in İngiltərə liqasında vəziyyəti hər kəsə məlumdur ki, neçənci yerdə bitirdilər liqanı. Avropaya və yəni ümumiyyətlə də bir-bir getməyim. Yəni bu komanda oyunu ilə bu Fransaya qarşı, yəni hamı çempionatda izləyəndə hamı deyirdi ki, içimən qarşı. Bu Fransanın qarşısında heç kim ala bilməz. Mümkün deyil. Mbappé, Olise, Dembele, Doué ya da Barcola. Bunların qabağını heç kim ala bilməz. Və yaxud Ryan Şerki olsun. Amma İspaniya baş məşqçisi Fuente göstərdi ki, biz yəni bir məşqçi işi ilə bütün komandanı 180 dərəcə dəyişmək olar. Bu konkret bu çempionatda İspaniya məşqçi işinin göstəricisidir. Tuchel nə qədər bir məşqçinin komandanı necə bərbad vəziyyətdə qoymağın göstəricisi olduğu kimi, Fuente də eyni zamanda bir məşqçinin komandanı hansı səviyyəyə qaldıra biləcəyinin göstəricisidir. Murad, yadındadırsa, biz bir dünya çempionatından iş buraxılışlarımızı həsr edəndə podkastda burada ən son müzakirə qonaqlarımızdan biri, ən son müzakirə etdiyimiz mövzulardan biri bu dünya çempionatında ulduz futbolçular mı dünya çempionatının taleyini həll edəcək, yoxsa məşqçilərin taktiki savaşı? Biz yarımfinala kimi həqiqətən də gördük ki, ulduz futbolçular gəlir. Amma doğrudan da gör necə oldu. Ulduz futbolçu Messi'nin finala gətirdiyi Argentina, məşqçinin gətirdiyi İspaniyanın qarşılaşacaq. Çox gözəl bir final oldu. Amma Scaloni'nin də əziyyətini orada itirməyək təbii ki. Bayaq danışdıq, Scaloni'nin də gedişləri, Tuchel'in belə deyək də bərbad əvəzləmələrinə görə Scaloni'nin hücuma meyilli, hücumçuları filan buraxması oyunun taleyini tamamilə dəyişdi. Gələk həmin o məsələyə taktiki savaş yoxsa ulduz adların o belə deyək dünya çempionatının təsiri məsələsinə. Yarımfinala qədər mən deyərdim ki, həqiqətən də ulduz futbolçular əsas rol oynadılar. Yəni elə Fransa yox, Fransa Mbappé ilə Fransa, o Dembele ilə Fransa bir nəfəsə olaraq demək olar yarımfinala kimi gəldi. Çox rahatlıqla gəldi. Rahat, amma gəldi qarşılarına bir İspaniya çıxdı. Qeyd elədiyin kimi İspaniyanın heyətində qeyd elədiyimiz Rodri və Yamal kimi ulduz futbolçu var. Yəni digərlərini məsələn biz ulduz səviyyəsində adlandıra bilmərik. Bəli. Biz gördük ki, orada Fuente'nin həqiqətən də bir məşqçi işi özünü göstərdi. Qeyd elədiyin kimi oyunçular harda oynayırlar İspaniya liqasında və ya da İngiltərə Premyer liqasında, yəni ortalarda yer almış klubların heyətindədirlər. Ulduz deyə biləcəyimiz oyunçular deyil, yəni sözlə. Deyillər. Bəli, 2 dənə cəmi oyunçu var. Bundan sonra Real Madriddə necə oynayacaq? Real Madrid ulduzlaşacağı, ulduzlaşmayacağı sonra. Bəli. Amma
bir daha göstərdi ki, yəni finalda, yarım finalda qazanmaq istəyirsənsə, ulduz futbolçudan çox məncə məşqçinin, Bəli, komanda oyunu. bəli, məşqçinin Sistem, bəli. oyunu oxumağı, oyuna müdaxiləsi əsas həll edici olacaq. Sən nə qədər ulduz olursan ol, məşqçi orada nə qədər ağıllı müdaxilə eləyəcəksə, yəni hər şey oyunun taleyini o dəyişəcək. Və bu yarım finalda onu bir daha təsdiq elədi. Fransa belə deyək də meydandan həqiqətən də silindi. Taktiki savaşda İspaniya rəqibindən 5 baş üstün oldu. Yəni mənim üçün də sürpriz oldu oyunun nəticəsi. Yəni meydanın hər bir qarşısında, hər bir yerində demək olar ki, İspaniya var. Fransanın qapıya ilk zərbəsi hədəfə deyəsən 80-ci Hə, dəqiqədə. o da elə belə bir zərbə idi. Sadəcə qapı çərçivəsindən getdi. Dembele vurdu, qapı tutdu deyəsən. Yəni ümumiyyətlə İspaniya o qədər möhtəşəm futboldur. İspaniya yəni məncə dünyada olan digər bütün ölkələrə göstərdi ki, yəni milli komandalara göstərdi ki, Fransa ilə necə oynamaq lazımdır. Topu özlərində saxladılar. Yəni nə Mbappe, nə Dembele, nə Doué, nə Barcola, nə Olise. Topu qəbul eləyəndə və onlar top olaraq keçəndə elə bir mövqedə keçirdi ki, məsələn Olise baxırdı ki, heç kimə pas verə bilmir, məcbur olub irəliləyirdi və nə qədər irəliləyə biləcəksən, məcbur olub topu yenə də itirirdi. Yəni bu qınamaq da olurdu. Məncə əsas Oliseni tutmuşdular. Çünki Fransanın belə deyək, açar oradaydı. Açar 5 assistlə oynayırdı yəni. Və onun belə deyək də pas verəcəyi bölgələri bağladıqca Olise tamam fərqli oyunçuya çevrildi. Normalda bu playmaker kimi yaxşı oyun göstərən Olise, yəni driblinqlə, fərdi oyunla, ustalıqla keçməyə çalışdı və orada fərqli oyunçuya çevrildi və nəticə əldə edə bilmədi. Mən deyərdim ki, Deşam Tuchel olmadı, düzdür. Amma Deşam da böyük klubların, böyük millilərin məşqçisi deyil. Baxmayaraq ki, o artıq bir dəfə dünya çempionluğu qazanıb. Sən əlində, yəni dünyanın, məsələn, bu dünya çempionatı başında hamımızın danışdığımız bir nəfər kimi razılaşdığımız bir şey var idi. Dünyanın ən bahalı millisidir, ən yaxşı oyunçularından, hücumçularından, yarım müdafiə xəttindən ibarət olan bir millidir və konkret favorit idi qeyd elədiyin kimi. Və Deşam bu milli ilə sən gəlib yarım finalda İspaniyaya belə bərbad bir oyundan məğlub olursansa, B planın da yoxdur. B planın yoxdur. Oyuna uduzdu da yəni. Yəni o bu birinci sədiyyət ki oynadın, baxdın ki, heç nə edə bilmirsən bu milliyə qarşı. Bir B planı, nəsə bir şey dəyişiklik eləməlisən. Ondan da əlavə dediyin kimi təməz Deşam səhv eləmirəmsə bundan qabaq da oynayıblar da İspaniya ilə bir. Yəni bir dəfə də uduzub, 2 dəfə, 3 dəfə deyəsən qarşılaşıblar və hamısını uduzub. Yəni bu oyunlardan heç daş çıxarmadın. Oyuna baxanda Murad, adama elə gəlir ki, Deşam sanki İspaniyanı analiz eləməmişdi. Hə, məsələ o. Sadəcə olaraq öz ulduz oyunçularının ixtiyarına buraxmışdınız ki, siz bildiyiniz kimi oynayın, siz öz oyununuzu oynayın, biz qalib gələcəyik. Amma biz görürük ki, Mbappe-ni silmişdilər, Olise yox idi. Belə deyək də, biraz yumoristik halınsa da matadorlar bir növ fransızların xoruzunu qoltuğuna verib göndərdi qitələri, köynə qitəyə. Hə, yəni bu oyun ümumiyyətlə oyun olaraq, yəni İspaniyanın oyunu, yəni o ötürmələr, məsələn Dani Olmo götürək. Dani Olmo keçən il indi izləmişik. Barcelonada oynadı, söhbəti yox, amma çox az oynadı da. Yəni çünki zədəli oldu mövsümün müəyyən bir hissəsində. Amma millidə fərqli oynayırlar sanki oyunçular. Hə, onun ustalığı çox oyunda bir epizod yazılsa, yəni Lamine Yamal'la paslaşdılar. Yəni o necə sonra düzdür mərkəzə səhv eləmirəmsə kimi idisə vura bilmədi. Yəni Upamecano müdaxilə elədi, topu çıxartdı. Onların o cinahda ötürmələri var idi. O qədər möhtəşəm anlaşırlar ki, yəni bu tabanla onu ötürür, o oradan qaçır. Və Fransanın oyunçularına baxırsan ki, yəni başlarını itirmişdilər ki meydanda. Biz bunların qarşısını necə alaq? Yəni necə eləyək? 2 pasa, 3 pasa artıq hücumdaydılar və burada da xüsusi, yəni vurğulanması bir performans varsa, o da Rodri'nin performansıdır. Rodri ümumiyyətlə bu dünya çempionatında çox möhtəşəm oynayır. Yəni Guardiola keçən il demişdi də ki, Rodri ən yüksək performansını sağalmağına görə dünya çempionatında göstərəcək. Hə, yəni o elə Ballon d'Or qazandığı mövsümdə Manchesterdə möhtəşəm mövsüm keçirmişdi. Sanki bu da ona oxşadı biraz. Yəni oyun başlayandan sonra ümumiyyətlə dünya çempionatında bütün oyunlarda Rodri həmişə yəni yüksək ballarla oynayıb. Bu oyunda da yəni oyun başına sona qədər dirijorluq elədi. Yəni bütün meydanı idarə elədi. Portuqaliyanın o məşhur üçlüsünü qəşəng saxladı. Bruno Fernandes, Vitinha, Juan Neves, Rodri. Demək olar ki, tək mübarizə apardılar qarşı. Tək onları saxladı. Və indi Fransanın da yəni hücum orta qarışığı, hücum xətti yəni Rodri'nin səviyyəsinə yaxınlaşa bilmədi. Biraz əvvəl Təhməzin göstərdiyi şəkildə də elə Olise ilə mübarizəsi idi Rodri'nin. Yəni Oliseni o qədər qıcıqlandırdı ki, o qədər qıcıqlandırdı ki, Olise yəni o epizodda məsələn ehtiyac olmadığı halda görür ki, artıq bacarılır, yəni məcbur olub onun ayağına zərbə endirdi. Təbii ki, indi mənim də fikrimdə orada qırmızı kart var idi. Bəlkə də hakim intriqanı öldürməmək üçün, yəni final oynadı, bu qədər maraq var, izləyici var. Yəqin ki, ona görə elədi. Yəni bu xüsusi Fransaya qarşı olmuş bir şey deyildi məncə. Yenə də yəni
o qədər sakit oyna. Məsələn, ikinci qolu vuran futbolçu Pedro Porro. Mən məsələn desəm ki, Tottenhamda nə qədər oyuna baxıblar. İndi deyək ki, mən idman jurnalistiyəm, məsələn, mən izləyirəm, baxıram. Təkrarına da olsa baxıram, icmalına da olsa baxıram, amma Tottenhamın bu il çox oyunu izlənməyib. Çünki Tottenham yəni gücbəla ilə liqada qaldı bu sezon və Pedro Porro da orada çox az oyun sayı keçirib. Amma İspaniya millisinə gəlir. Elə bir oyun oynayır ki, yəni hamı hansı klubun azarkeşi olmağından asılı olmayaraq hamı istəyir ki, Pedro Porro kimi bir oyunçu olsun komandasında. Məşqçinin nəticəsidir. Deşam yəni arxayın idi güclərinə, sürətlərinə, amma İspaniyanın texnikası və topa sahib olma ustalığı belə deyil. O gücə, sürətə qalib gəldi. İspaniya 2024-də də eyni şey elədi, çempion olanda. 2024-də çempion oldu. Bəli, Avropa. Orada da gözlənilmədən bir anda İngiltərənin finalda desəm, yəni standart oyununu oynayırdı. Bir anda güclü komandalara qarşı oyunda baxdıq ki, İspaniyanın fərqi nədir? İspaniyanın oyunu zəif komandaların oyunda bilinmir. Çünki sadə futboldur. Amma güclü komandanın oyunda o Mbappe, Dembele kimi oyunçuların kilidlənməyindən ötürü bilinir ki, bu necə başqa səviyyədir. Bir də orada elə yaxşı xatırlatdın. 2024-də yadınızda gəlsə Nico Williams var idi. Var idi. İndi yox. Yamal'la çox qəşəng anlaşırdılar. Amma bu çempionatda Williams çox oyun dəqiqəsi almadı. Onun əvəzinə Alex Bayena oynayırdı. Yenə deyirəm Bayena, yəni biz Cinanla gedirdik. Özün yaxşı səviyyədən göstərdi həqiqətən. Hə, yəni mübarizəsi, komandaya qatqısı çox yüksək oldu. Mənə elə gəlir ki, və sol cinahda, yəni sol cinahda yarımda winger mövqeyində özünü çox yaxşı göstərdi. Hə, yəni çox qəşəng oynadılar. Yenə deyirəm, Rodri'ni xüsusi fərqləndirirəm. Çox gözəl futbol oynayır. Yəni o ötürmələr o qədər sakit, o qədər rahat, professional olur ki, yəni axırıncı səfər belə bir futbolçu, yəni Busquets-i görmüşük təbii ki, amma mən hətta deyərdim ki, Rodri Busquets-dən belə daha yaxşı futbol oynayır. Çempion olsa sizcə Ballon d'Or yenə ala bilər? Məsələn, alsa mən şey eləmərəm. Rodri yəni ala bilər. Alsa mən məsələn ala bilər, etiraz eləmərəm. Ballon d'Orla bağlı mənim namizədim tamam fərqlidir. Messi təbii ki. O çempion İspaniya olsa, məncə Messi şansı böyükdür. Yox, İspaniya olsa Rodri'nin alma şansı çox yüksəkdir. Biraz Yamal'ın da şey var orada. Çünki Rodri düzdür, dünya çempionatında əsas dünya çempionatı olan sezonlarda Ballon d'Orda əsas dünya çempionatı nəzərə alınır. Yamal da bu dünya çempionatında düzdür, əlinə gələni eləyir. Amma Rodri qədər yaxşı amma hə, yəni biraz məsələn hücumçudan, wingerdən gözlənilən qol assist ki, biraz Yamal geri qaldı bu çempionatda qol assist cəhətdən. Düzdür, dribling zat hər şey qaydasında olsa da biraz o qol assist cəhətdən biraz deməyim çox geri qaldı da məsələn. İspanlar Bellingham'ın həmin günü fransızların belə deyək bayramını qara gətirdilər. O səbəb 14 iyul Bastiliyanın alması günü idi. O qursaqlarında qoydular. Görə final çox maraqlı olmalıdır. Hə, indi biraz da ondan danışaq, elə ona gəlirdim mən də. Siz bugün nəsə elə bir sözləşmisiniz. Mən qabaqlayırsınız hə. Bu elə finaldan da istəyirəm biraz danışaq ki, gözləntilərimizədir. Ümumiyyətlə bu iki komanda qarşılaşmalı idi da, yadınızdadsa Qətərdə qarşılaşmalı idilər finalistimada, Copa Amerikan qalibi ilə Avropa çempionu kimi. İndi təəssüflər olsun ki, bu İran-İsrail müharibəsi baş verdi və həmin müharibəyə görə oyun təxirə salındı. Və elə bir ki, talih əvvəldən yazılmışdı ki, bunlar axır əvvəl qarşılaşmalıdırlar. Və burada maraqlı məqam Barselonanın, düzdür, İspaniyanın heyətində əksəriyyətlə Barselona oyunçularıdır. Barselona oyunçularının, yəni Barselona akademiyasından çıxan oyunçuların da elə fikirləşirəm ki, böyük əksəriyyətin kumiri Messidir. Yəni öz kumirlərinə qarşı oynayacaqlar. Bu oyunda ya Messi həqiqətən də yəni necə deyirlər, Barselona akademiyaya yetirməsini Argentina ya Messi deyil, çıxacaq oyuna. Hə, ya Messi göstərəcək ki, əslində Barselona akademiyasına yetirməsi necə olmalıdır. Ya da İspaniyanın həmin bu gənc heyəti göstərəcək ki, biz də orada yəni Messi məşqçiyə qarşı, İspaniyanın məşqçisinə qarşıdır. Yəni İspaniyaya heyətlik bir şey yoxdur. Məşqçi əgər Olise kimi Messini çox çətindir, düzdür, Messini saxlamaq. Bax, o məsələ də var da Həsən. Yəni bax, Fransa ilə oyunda Fransa deyə İspaniya topu ələ keçirdi və Fransa reaksiya göstərə bilmədi. Amma dünən məsələn, İspaniya-Fransa oyununda bayaq dedik, İspaniya topu tamamilə özündə saxladı. Yəni Fransa da ona bir reaksiya göstərə bilmədi. Amma İngiltərə-Argentina oyununda gördünüz ki, Argentina İngiltərə futbolçulara paslaşmağa imkan vermirdi, ötürmə eləməyə imkan vermirdi. O aqressiv futbolu ilə. Və əminəm ki, bunu da bilirlər ki, İspaniya orada oyuna topa sahib olmaqla başlayacaq və axıra qədər topa sahib olmaq istəyəcək, top onlarda qalsın istəyəcək. Və Argentina futbolçularına qarşı bu taktika nə qədər işə yarayacaq, bu məsələ də var ki, çünki Argentina futbolçularının o aqressiv pressingin qarşısında, yəni o ötürmələri vermək o qədər də rahat olmayacaq. Yəni bir də qapıçıya doğru çox oynayırlar da, yəni bu topa sahib olma oynayırsansa, qapıçıya doğru çox oynayırsan və orada müəyyən səhvlər də ola bilər. Çünki hücumda Julian Alvarez dünənki oyunda yenə dünən deyirəm.
Julian Alvarez. Julian Alvarez'in İngiltərəyə qarşı oyunda gördünüz də, yəni necə pressing eləyirdi, yəni qapıçıya qarşı, yəni dayanmadan meydanda sağa, sola, hücuma, sağa, sola, ortaya, yəni hər Messi yerə yerinə də qaçdı. Hə, yəni Messi yerinə də qaçırdı hücumda. Julian Alvarez hər yerə qaçırdı dünənki oyunda. Ona görə də yəni bu oyun bu tərəfi də maraqlıdır bu oyunun. Ümumiyyətlə istəyərdim ki, çox belə bol qollu, qəşəng, maraqlı 2020 kimi oyun izləyək. Sizin də fikirlərinizi eşitmək istəyirəm. Mənə elə gəlir ki, təxminən taktiki belə deyək, oyun planı, oyun sistemi olan iki komanda qarşılaşacaq. Argentina millisinin şansı həqiqətən də orada gətirib ki, bu finalda onların heyətində Messi var. Qeyd elədiyim kimi Messi uzun illər İspaniyada oynayıb, Barselona heyətində oynayıb və bu gün İspaniya millisinin oyun sistemi bir növ Barselonanın oyun sisteminə uyğunlaşdırılıb. Eyni sistemdir və əsas heyətə də baxsaq görərik ki, çoxluq təşkil edir Barselonanın oyunçuları, milliyə dəvət olan oyunçuların sayında. Mənə elə gəlir ki, həm Scaloni'nin burada oyun planı ön plana çıxacaq. Həm də burada Messi'nin də onlara qarşı necə oynaması lazım olduğunu komanda yoldaşlarına aşılasa, İspaniya Fransaya qarşı oynadığı oyunu Argentinaya qarşı oynamaqda çətinlik çəkəcək. Yəni belə deyək, daş qayaya rast gələcək bu oyunda. Bəs gözləntin nədir? Proqnozun nədir? Gözləntim, proqnozum mənə elə gəlir ki, nə Argentina müdafiə futbolu oynayacaq, nə də İspaniya müdafiə futbolu oynayacaq. İkisi də açıq futbola meyllidirlər. İkisi də topa sahib olub belə də rəqibin boşluqlarını tapmağı sevən millilərdir. Scaloni həqiqətən də baxmayaraq ki, bayaqlar aramızda söhbət edəndə də qeyd etdim. Scaloni böyük klubların baş məşqçisi olmayıb, böyük millilərdə çalışmayıb. Belə deyək də birdən-birə bəli, gəldi Argentina müvəqqəti məşqçisi kimi, amma Scaloni elə İngiltərə ilə oyunda ustalığını, nə qədər güclü mütəxəssis olduğunu, müasir futbolu nə qədər mənimsədiyini göstərdi. Təməzən də razılaşırsan ki, Argentina bundan əvvəlki heyətləri bu heyətdən daha güclü idi. Razıyam sənə. Yəni bəli. Agüero, Di Maria. Hə, yəni o heyətlər daha güclü idi. TVS. Yəni o cür nə hücum xətti olan və indi Scaloni sanki belə deyək də, bəlkə də gələcəyin Argentinasını indi qurmağa başlayıb, amma İspaniya ilə oyuna gəldikdə isə həqiqətən də İspaniya bu gün bəlkə dünya futbolunun akademiyasıdır sanki ora. Argentina hər şey Scaloni ilə Messi'nin belə də oyuna müdaxiləsindən asılı olacaq. Tamam, sualı biraz da konkretləşdirim. Çempion kim olacaq? Çempion karyerası son olduğuna görə istəyərdim ki, həqiqətən Argentina olsun, Messi Argentina olsun. Amma mən deyərəm güclü qalib gəlsin. Yəni çünki İspaniya da əvvəldən mənim favorit komandalarımdan biri olub. Əsas odur ki, ümid edirəm azarkeşlər baxımlı, bol qollu, çox gözəl bir oyun izləyəcəklər. Buyur Həsən, sənin fikirlərin, proqnozların. Mən proqnozumu başdan deyim. Məncə oyun penaltilərə gedəcək. Çünki hər iki komanda əlindən gələni eləyəcək. Oyunda İngiltərə-Argentina oyunu kimi bir müdafiə meylli bir futbol görməyəcəyik Razıyan təminatında. İkisi də yəni son ana kimi hücumda döyüşəcəklər. Amma burada belə bir məqam var ki, İspaniya birinci qolu vursa, oyun fərqli keçəcək Fransanın oyundakı kimi. Argentina birinci qolu vursa, İspaniya işi çox çətinləşəcək. Yəni Argentina əgər bir taktiki plan qurursa, çox güman ki, təbii ki, qururlar. Onlar bunu məncə öngörməlidirlər. Çünki İspaniya Fransa oyununda birinci qol vurmasaydı, oyun fərqli məcrada keçəcəkdi. Oyun qolu vurandan sonra İspaniyanın topa sahib olmağı, oyuna belə diktə eləmək formatı fərqlidir. Ona görə yəni Argentinanın məncə ən düzgün planı başlayan kimi erkən qol vurmaqdır ki, İspaniyanın oyununu pozsun. Yox, əgər Argentina erkən qol vura bilməsə, oyunu məncə İspaniyanın nəzarətində keçsin. Bəs çempion olaraq kimi görürsən? İspaniya. İspaniya görürsən. İndi Messi əleyhdarları olaraq biz bütün ölkələrə azarkeşlik elədik. Capo Verdesindən tutmuş İngiltərə. Etiraf elədi Messi. O etirafa görə Həsən həqiqətən də verişin sonu olsa da səni alqışlayıram. Yəni Capo Verde öz ölkəsi baxmırdı və biz onlara baxırdıq, amma yəni dirənişə axıra kimi davam edirik. İspaniya. Amma mən ümid edirəm ki, Messi ilə Argentina finalda İspaniyaya uduzacaqsa əgər, uduzduğuna görə Messi deməyəcək ki, şaş o Yamalı mən 5 aylığında heç vannada çimizdirməzdim. O da maraqlı məqamdır ya, onların gəlib belə gəldilər və elə bir kimsə ssenari yazıb ya doğrudan da. Mən də doğrudan maraqlı oyun gözləyirəm, bol qollu oyun gözləyirəm. Yəni belə açıq oyun gözləyirəm.
Bir tərəfdən fikirləşirəm ki, İspaniyanın taktikasına görə İspaniya daha favorit ola bilər, amma digər tərəfdən bilirsiniz ki, final oyunları təkcə taktika keçmir. Final oyununa hazırlıq da vacibdir, psixoloji cəhətdən, motivasiya cəhətdən və Argentina futbolçularının oyundan sonra verdiyi açıqlamalarda, oyundan əvvəl verdiyi açıqlamalar, məşqçinin verdiyi açıqlamalardan belə görürəm ki, Argentina yəni sırf Messinin ikinci səfər dünya çempionu olmaq üçün və bu yaşında bu uğuru qazanmaq üçün daha çox motivasiyonludular. Yəni sanki bir amal, bir məqsəd uğrunda birləşiblər. Sırf bu cəhətdən Argentinanın, yəni İspaniyaya istəyər penaltilərdə olsun, istər oyun 90 dəqiqə ərzində olsun və yaxud da əlavə vaxt olsun, Argentina İspaniyaya qalib gəlib dünya çempionatlarını gözləyirəm. Başqa da belə əlavə eləyə biləcəyimiz bir şey yoxdursa, icazənizlə verilişi sonlandıraq. Dəyərli izləyicilər, bugünkü buraxılışımızın da sonuna gəldik. Siz də şərh bölməmizdə kimi favorit gördüyünüzü, dünya çempionatının qalibi kimin olacağını yaza bilərsiniz. Şərhlərinizi gözləyirik. Bizi YouTube platformasından, eyni zamanda Facebookdan, Instagramdan, TikTokdan və digər bütün sosial platformalarımızdan izləməyi unutmayın. Top artıq sizdədir.